Salam, Qoldmaster tədris mərkəzi. Bugün sizlərə funksiyalara aid bir sualın izahını verəcəyəm. Keçək sualın şərtinə. B parametrinin hansı ən kiçik tam qiymətində funksiyaların qrafiki deyir kəsişməz. Gəlin əvvəla funksiyaları qeyd edək. Y bərabərdir x kvadrat minus 5x minus 7 bir də verib y bərabərdir 3x minus b. Bunların kəsişməsi üçün İki funksiya da bir-birinə nə olmalıdır? Bərabər olmalıdır. X kvadrat minus 5x minus 7 bərabərdir 3x minus b. İndi 3x minus b-ni sol tərəfə keçirdim. X kvadrat minus 5x minus 3x plus b minus 7 bərabərdir nə olur? 0 olur. İndi yazıram x kvadrat minus 8x plus b çıx 7 nə oldu? 0 oldu. Əgər bu tənlikdə diskriminant 0-dan böyük olsa, bu funksiyaların qrafikləri kəsişir. Diskriminant 0-dan kiçik olsa, ortaq kökü olmaz və funksiyaların qrafikləri kəsişməz. O zaman diskriminantı tapıram. Diskriminant bərabər b kvadrat çıx 4 asıydın. 8-in kvadratı 64 çıxılsın 4b plus 28. O zaman 64 minus 4b plus 28 sıfırdan nə olmalıdır? Kiçik olmalıdır. Hər tərəfini 4-ə bölsəm 16 çıx b plus 7 kiçikdir 0 olur. Mənfi b kiçikdir mənfi 23 alınır. B də nə olur? 23-dən böyük olur. Yəni ki, b özü harada qiymətlər alacaq? 23-dən müsbət sonsuz qiymət alacaq. Burada da ən kiçik tam qiymət 24-ə bərabərdir.